Esselamu Aleyküm. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin çətinliklər zamanı və ya ona hər hansı bir şağır gələndə söylədiyi möhtəşəm bir duanı və onun faydalarını, hikmətlərini sizinlə bölüşmək istərdim. Allahümmə la səhlə illə mə cəəltəhu səhlə və əntə tecəlul həznə idə şi'tə səhlə. Mənası belədir. Allahım, sənin asanlaşdırdığından başqa asan olan bir şey yoxdur. Sən istəsən çətin işi asanlaşdırarsan. Bu dua çətinlikləri asanlaşdıran duadır. Həyatımızın çətin anlarında mütləq bu duanı demək lazımdır. Bu dua Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin bizə öyrətdiyi güclü bir zikirdir. Çətinliklərə qarşı sanki bir qalxandır. Bu dua müsəlmanın işə başlamasından öncə Allaha sığınmasının, ona güvənməsinin və ondan yardım istəməsinin gözəl bir nümunəsidir. Bu dua insana mənəvi və psixoloji güc verir. Çünki insan bilir ki, çətinlikləri ancaq Allahın köməyi ilə aşa bilər. Bu dua həm də qəlbimizi sakitləşdirir, həm də içimizdə ümid oyadır. Bu dua həmçinin bizə öyrədir ki, hər şey Allahın iradəsi ilə baş verir. Asanlıqda, çətinlikdə onun əlindədir. Bu da insana təvazökar olmağı öyrədir. Məşhur alim İmam Nəvəvi, Allah ona rəhmət etsin, öz tələbələrinə dərsə başlamamışdan əvvəl bu duanı oxumalarını tövsiyə edərdi. Unutmayaq ki, hər bir asanlıq Allahın izni ilə gəlir. Ən çətin anlarda belə Allah o çətinliyi asanlığa çevirir. Bu duanı dilimizdən və qəlbimizdən əskik etməyək. Allaha dua edirəm ki, Allah işlərimizi asanlaşdırsın. Ümid edirəm ki, faydalı oldu.